Çin 2000-ci ildə 2050-ci ilin Çin 2050 planını qurub və ona doğru gedir. Hal-hazırda 2025-də Çinin iqtisadiyyatı daimi artmaqdadır, gözümüzün qabağındadır da. Amma biz məsəl üçün Azərbaycan olaraq Azərbaycan 2020-də 2025 planı qurur. 15-də 20 planı qurur. Yəni bu daha qısa vadəli olanda istər-istəməz o indini nə qədər yaşasaq da qısa vadəlidir deyə istədiyimiz artımı görə bilmirik. Məhz buna görə də düşünürəm ki, planı daha çox uzun müddətli qurmaq lazımdır və bu planı da ki qurmaq üçün insanda vizyon lazımdır. Qayıdırıq o vizyon söhbətinə. Fikir versənsə bütün bu danışıqlarımız hamısı bir-birinə bağlı gedir, istər-istəməz. İnsan vizyonu olmalıdır. Vizyonu olduqdan sonra artıq planını qurur və o planına doğru gedən yolda anı yaşayır. Bu məncə o uğur yolu dediyin yoldur.